Hər birinizi salamlayıram. Bugün bizim üçün çox bir əziz bayramımızdır. Bu bayram elə bayramdır ki, həqiqətən də burada Şahlar müəllim qeyd elədi ki, bəzən deyirlər, nədən qurtardıq? Əzizlərim, biz Azərbaycanın dağılmağından Heydər Əliyev bizi qurtardı. Gəncə qiyamı, Talış Muğan Respublikası, Sadbal Hərəkatı, Hacı Əbdülün dəstəsi, bu qədər Azərbaycan tam dağılmışdır. Bəli, Heydər Əliyev o vaxt gəldi və Azərbaycanı bütövləşdirdi. Burada o vaxtda mən Şahlar müəllim, bizim böyüyümüz, ağsaqqalımız, o vaxtda bütün hərəkətlər bizim gözümüzün qabağında idi. Musa müəllim də buradadır. Yəni, 3 nəfər Allah şahididir və bütün proseslər Nərimanov rayonunda gedirdi, biləsiniz. 2 dəfə, Şahlar müəllim təsdiq eləyər, 2 dəfə hakimiyyətə gəlməmişdən Ulu öndərimizin bizim rayona gəldi, insanlarla görüşürdü. İndiki vergilər idarəsi var, onun yerində. Əzizlərim, mən çox danışmaq istəmirəm. O vaxtki hakimiyyət elə bir uçuruma gətirib çıxartmışdı ki, insanlarımızı çörək qıtlığına çəkmişdir. Bu çörək qıtlığı Allah heç kimə göstərməsin. Burada yaşlı insanlar var. Səhər saat 5-dən o növbəyə dayanırdır. Bu yadımızdan bu cəhətlər çıxartmasın. Və bir dəfə də cənab prezident, ulu öndərimiz heç vaxt deməmişdi ki, Qarabağ haqqında nəsə də boşluq söhbət olmamışdı. Həmişə deyirdi ki, biz Qarabağsız yaşaya bilmərik. Biz Şuşasız yaşaya bilmərik. Biz Azərbaycanın bütövlüyünü istəyirik. Bəli, ulu öndərimizə Allah qan-qan rəhmət eləsin. Cənab prezident də ki, bizə şirin yuxular yaşadır və indən belə də yaşadacaqdır. Ürəyimdə söz çoxdur.